Bismillahirrahmanirrahim. Hörmətli müsəlmanlar, hər biriniz Allahın salamı ilə salamlayıram. Əssalamu aleykum və rəhmətullah. Instagramda bir səhifə önümə çıxdı və bu səhifədə Qurani Kərim haqqında məlumatlar var. Və Qurani Kərimin Allah tərəfindən endirilməsini sübut etmək üçün rəqəmlərdən istifadə edirlər. Və deyirlər ki, məsələn, Qurani Kərimdə bu söz bu ədəddə gəlib. Və sonra isə onu elmi cəhətdən izah etməyə çalışırlar. Misal olaraq bir misal çəkim ki, daha başa düşülən olsun. Günəş sözünü misal çəkirlər və deyirlər ki, deməli, Qurani Kərimdə günəş sözü ilk dəfə filan ayətdə keçib və son yerdə günəş sözü, şəms sözü Şəms surəsindədir. Və toplam bu ayətləri hesablayırlar, rəqəmlərini üst-üstə gəlirlər və 5778 rəqəmini alırlar. Və sonra isə 5778-i sübut etmək üçün deyirlər ki, günəşdə olan istilik, hərarət 5778 Kelvindir. İstilik, hərarət. Və bu da sübutdur ki, Qurani Kərim Allahın kəlamıdır. Sonra digər bir səhifə çıxır, bunlara zidd olan, müxalif olan səhifə və deyir ki, siz yalan deyirsiniz. Günəşin istiliyi 5778 deyil, 5770 Kelvindir və ya 5772 Kelvindir. Və bunların iddialarını elmi cəhətdən deməli sübut edir ki, siz düzgün danışmırsınız, siz düzgün demirsiniz. Bu məsələ haqqında məndən soruşdular və qeyd etmək istəyirəm ki, Qurani Kərimin yəni rəqəmlərlə bu formada yəni möcüzə adlandırdıqları rəqəmlərlə sübut etməyə ehtiyac yoxdur. Qurani Kərim Allahın kitabıdır. Uca Allah bizə, möminlərə, müsəlmanlara bu haqda açıq aydın xəbər verir və deyir, Bismillahirrahmanirrahim. Zəlikəl kitabu la raybə fi. Bu elə bir kitabdır ki, onda heç bir şək, şübhə yoxdur. Hudəllil muttəqin. Və o, Allahdan qorxanlar üçün düz yol göstərən bir kitabdır. Və ilk sifətlərini sayır, həmin o müttəqinlərin. Bilirsiniz nədir? Əl-ləzīnə yu'minunə bil-qeyb. O kəslər ki, görmədikləri bir şeyə inanarlar. Qeybə inanarlar. Ona görə biz Qurani Kərimin Allah tərəfindən endirilməsinə heç bir şək şübhə etmirik. Heç düşünmürük ki, məsələn, bu kitab hansısa formada sübut olunmalıdır, nəsə izah olunmalıdır. Buna ehtiyac yoxdur. Biz, müsəlmanlar, Qurani Kərimin Allah tərəfindən endirilməsinin və şək şübhə olmayaraq Allahın kəlamının olmasına görmədən qeyb formasında inanmışıq. Ona görə bu formada da bəzi müsəlmanlar, Allah onlardan razı olsun, niyyətlərini anlayıram. Gözəldir, Qurani Kərimi ispat etmək istəyirlər, amma ispat etmək kifayət deyil. Çünki burada iman məsələsi var, iman. Uca Allah kimə istəyərsə öz nurundan pay verər. Hətta Allah öz Peyğəmbərinə belə İnnəkə lə təhdi mən əhbəbtə və ləkinnəllaha yəhdi mən yəşə buyurur. Ey Muhammed, sən sevdiyin kəsləri, məhəbbət bəslədiyin şəxslərə hidayət verə bilməzsən, Allahdır hidayət verən. Ona görə diqqətli olaq. Bəzən biz Qurani Kərimi ispat etmək istəyərik və Allah tərəfindən endirilməsini sübut etmək istəyərik. Amma sonra isə insanların qəlbinə şək, şübhə salmış olarıq. Ona Qurani Kərim hansısa bir rəqəmlər kitabı deyil. Hansısa bir nəyisə sübut etmək üçün onu buradan çıxırsan, bunu buradan çıxırsan, bunun üstünə bunu gəlirsən, bu sözün mənası budur, burada bu söz bu qədər keçib, elmi cəhətdən. Bunlar hamısı ehtiyac yoxdur. Niyə ehtiyac yoxdur? Çünki bunu əksini sübut etdikdə insanları Allahın kitabından soyutmuş oluruq. Diqqətli olaq. Biz möminlər Allahın kitabına inanırıq. Hər hansı bir bizim üçün möcüzə, göydən nəsə düşməsini görmək və ya nəsə bir nur saçması ehtiyac yoxdur. Ayətlər var, Qurani Kərim var. Qurani Kərimi anlamaq istəyən açsın o kitabı oxusun. Baxsın, görsün orada Allah Cəllə Cəlaluhu insanları nəyə çağırır? Gözəlliyə, xeyrə, haramlardan, pislikdən, pis işlərdən uzaq olmağa.
Hoca Allah buyurur ki kitabun enzelnahu ileyke lituhricen nase minezzulumati ilen nur. Ey Muhammed, bizim sənə indirdiğimiz kitap insanları bütün pisliklerden, azğınlıqlardan, pis yollardan, pis düşüncelerden nura, təmizliyə çıxartmaq üçün indirdi. Quran-ı Kərimdə məqsədi budur. Esselamu Aleyküm və Rahmetullah.